Nə qəşəng ev sizə bir günlər çəkib göstərirəm. Bax, şəxsi özü üçün tikilmə. Yəni satmaq məqsədi olmuyor. Bax, 2 mərtəbəli gözəl bir evimizi Masazırda sizə təqdim edirəm. 3 sotun içindədir, sənədlər qaydasındadır, tam mülkiyyətdir. Torpağın da, bu evimizin də sənədi mövzu. İndi baxırsınız, deyirsiniz ki, bu boyda həyətdə, yəni bunun manqalnisi yoxdur, manqalxanası da var. Özü də ki, 6 otaqlı da, 220 kvadrat, 6 otaq, 4 otaq, 5 otaq yox ha. Həyəti kifayət qədər genişdir, həyətinə 3 dənə maşın girmə imkanı var. Zirzəmisi de ehtiyac yoxdur, qupqurudur, betonlanıb, üstünə banka balon. Orada da o qapı. Açma, açma vay. Nədir? Sanuzildir. Həyət üçün də nəzərdə tutulur. Gəl bura. Otaqlar da təmirli də. Demək olar ki, ehtiyac istəsəz, bax bu hissə var ha. Buranı məsəl üçün bağlaya bilərsiniz. Yəni nə isə üstünü belə kazırıqla eləyə bilərsiniz. İstəsəz. Sonra manqalxanamız, yay mətbəxi də buradadır bax. Manqalı varıdır, su kranı. Burada belə deyək də qardaşlar, bacılar, yay mətbəxidir. Yəni mətbəxi çöldə var. Burada nə balıqdan, zatdan nə istəsən pişir. Xahiş edirəm bəyənin işarəsini biraz çox basın. Videonu da bölüşün. Mütləq. Gəl. Kim alsa Allah xeyir versin. Evimizin qiyməti 165 mindir. İndi indirim olacaq. Yaxşı yerdədir. Yəni burada su zat yoxdur. Nəmişlik zat. Belə şey. Bir də çək görsəz. 2 mərtəbə evimiz əşyalı satılır. Pul qoymayasınız. Qamoy qapını açıb girəcək evin içinə. 165 mindir. 165 min manat. Bəli, sənədlər qaydasında da torpağın evin içi. Bəli, bəli. Torpağın da evində sənədi var. Pəncərələr, reşotka, balkon. Getdik. Gəl. Bəyin işarəsini mütləq basın. Video roliki bölüşün. Xahiş edirəm sizdən. Gəl. Dolab qalacaq. Hamısı qalacaq. Kartina bilmirəm. Qalacaq, qalmayacaq. Belə bir kart. Qadınların ən sevimli otağı mətbəx. Mətbəximiz də əladır. Gəl. Evimizin mətbəxi. Yəni hər şey var da. Özü də kifayət qədər genişdir. Yəni bunlar da qalır. Bu xaladelnikdir. Bu da qabyan. Qalır qardaş. Qabyan. Özü də gəl bura. Boş firmasında qabyan. Heç nə. Allah xeyir versin. 165 mindən çəkdin. Gəl. Qardaş, ev yaxşı evdir. Gəlin. Zəng gelin mənə 070 858 31. Burada radiatordur, üstü bağlıdır. Sonra jacuzzi də var. Çəkib göstərəcək. Qonaq otağına baxaq. Gəl bura. Qonaq otağımızdır. Burada da bütün şərait var da görürsünüz. Yəni ki, göz qabağında da bəyan işarəsi mütləq çək göstərir. Tavanı sanuzeli, hamam tualeti, jacuzzisində çək göstərir. Bax, mən bura xoşuma gəldi. Fikir verirsən. Bax, pləkanın altıdır. Buna bax. Bax, əqqabı yığırsan bura. Heç nədə meşatlığı yoxdur. Qapının ağzında çıxartmağa belə bir heç ehtiyac yox. Sanuzeli, gəl bura. Bax, paltar yuvanı buradadır, görürsünüz. İstipoldur bura. Otaqlar radiatordur. Birazdan yığarım. Gəl bura. Bu da bax, belə jacuzzidir. Hamam otağıdır. Kim alsa Allah xeyir versin. Bura baxdı, bura baxdı. Paltar yuvanı buradadır. Sonra. İndi birinci mərtəbədə bu yataq otağının. Pləkanları fıstıq ağacındandır. Gəl. Gəl bu, bax, birinci mərtəbədə bir yataq otağımız. Bu dolab da qalır, düzdür. Hamısı qalır da bir sözlə. Dolabdakı, hələ ikinci mərtəbədə dolabı var. İnanırsınız, bir nəslin paltarını yığmaq olar. Gəl, qalxaq yuxarı. Buyur, qalx. Qocalmışam, qalxanda yorulam. 4 dənə də yataq otağı burada. Ev sahibi bu otaqdan qardirob kimi istifadə edir. Amma mən da yəni 4 dənə yataq otağı yuxarıda. Bax bu birinci yataq otağı. Dediyim dolab budur. Qardaş, burada hamısı işıqlıdır. Bəs o işıqlı sözün yığışdır. Bax bura nə qədər istəsən paltar yığılır. O divardan bu divara. Bu da qalır. O da qalır. 1. Gəl bura baxaq. 2. 2. Ev sahibi bu otaqdan demək olar ki, heç istifadə eləmir. Otaqların biri belə deyək, jet ski.
2, keçək bura. 3. Bu ən böyük otağı budur. Valideyn yataq otağı. O mebellərə baxın, paşti demək olar ki, təzədir. Burada da otağın içində sanuzyolu var. Çək görsən. Özə fikir verdim, yəni santexnikası yaxşıdır, yəni keyfiyyətlidir, ucuzlu materiallardan istifadə olunmuyor. Bu da ki, belə pəncərədir, burada da yəni pəncərəsi var. Biraz belə avallə gedir. Fikir verirsən, bu da şərtdir də. Və sonuncu yataq otağına baxaq. Eyvana da çıxmağa ehtiyac yoxdur, yəni çöldən gördüyünüz eyvanını. Bu da bax. Bura uşaq yataq otağıdır. Uşaq yataq, yəni otaq çoxdur da, bir sözlə, otaq çoxdur. Özdə neçə dənə split kondisioner var idi? 4 dənə. 5 dənə split kondisioner var. Biri də budur, özdə Mitsubishi firmasında gördüyünüz kimi. Dolablar maşallah hamısı yaxşıdır. Kim olsa Allah xeyir versin. 070 858 858 31 44. Videonu da bölüşün. Qohum əqrəbinizdə bəlkə də ev axtaran varsa, bax belə bir yerdə şəxsi, yəni makleri istəmirsiniz. Bu da sizə şəxsi tikilir. Bu da balkonudur. Yəni balkona çıxma ehtiyac yoxdur da. Çöldən balkonu göstərmişəm sizə. Deyən görüm. Burada qutarsan, hə. Endirim eləyəcək, qardaş eləyəcək endirim evin yer. Sağ olun.